İnsan sağlam olmayanda ağlına başqa heç nə gəlmir, fəaliyyətləri iflic olur. Uşaqların və böyüklərin sağlamlığı üçün əcaib qəraib üsullar meydana çıxır. Sosial şəbəkələrdə gördüyümüz boyun müalicə üsullarından biri bizim həqiqətən də belə boynumuzu büktü. İndi baxacağız. Boyuna salınaraq baş hissəsini yuxarı dartır. Bədən boş buraxılaraq bir müddət asılı qalmalı olduqları bildirilir. Sosial şəbəkələrdə boyun, onurğa ağrılarını azaltdığı iddia edilən və istifadə qaydası təhlükə saçan aletlər satılır. Nevroloq Nilüfer Salmanova bildirir ki, boyun ən həssas bədən üzvü olduğundan ən kiçik səhv belə sinir sisteminə təsir edərək bədənin iflic olmasına səbəb ola bilər. Buna görə də söz gedən aletlərdən istifadə təhlükəli sayılır. Boyun biraz təhlükəli yerdir. Yanlış olunan bir prosesi sonra düzəltmək çox çətin olur deyə evdə nə qədər bunu düzgün eləmək olar, nə qədər ayarlamaq olar, o təcrübəsiz insan üçün tənəffüs orqanının dayanmasına qədər səbəb ola bilər. O qurğunun, yəni əksəriyyəti baxanda orada əslində paralel dartma olmur. Onun qurğu biraz çox nəzarət olunası qurğuya oxşuyur. Sırf ayarlanma lazımdır. Nə qədər dartılacaq, hansı ağırlıqda dartılacaq. Çünki burada bədənin çəkisinin də rolu var. Həkim nəzarəti ya bir nevroloqun bir məsləhətin olması vacibdir. Onurğa sütununun müalicəsi və profilaktikası ilə məşğul olan həkim vertebrolog İdrak Həsənov deyir ki, sosial mediada və ya onlayn alış-veriş platformalarında satılan bu tip qurğular Ümumdünya Səhiyyə Təşkilatının normativlərinə uyğun gəlmir. Buna görə də onlar tibbi alət hesab edilmir və sağlamlığa heç bir müsbət təsir göstərmir. Ev şəraitində öz başına istifadə isə ağır nəticələrə səbəb ola bilər. Tibbdə istifadə olunması üçün Beynəlxalq Səhiyyə Təşkilatının göstərişləri var, normativləri var. O normativlərə əgər uyğundursa o istifadə olunur. Onların heç biri normativdə yoxdur, Səhiyyə Təşkilatı onu tanımır. Dartılma aparatlarının ən böyük problem verən boyun. Heç bir həkimlər özləri boyun dartılmasının çoxundan istifadə edə bilmir. Çünki o fəsad çoxdur. Ən böyük fəsadlardan biri su buraxımlar, qansızmalar verə bilir. Ölüm hadisələri də olub belə hadisələr. Yəni boyun dartılması ümumiyyətlə həkimlər özləri ciddi yanaşır. Hər xəstə təhlil etmək, şəxsən mən qorxuram, biz qorxuruq. Lazımdırsa buna mindən birini eləyə bilər. O ki qaldı belə. Mütəxəssislər boyun və onurğa ağrısını azaltmaq üçün masa arxasında düzgün əyləşməyi, beli və boynu dik tutmağı, sadə idman hərəkətlərini tövsiyə edirlər. Özbaşına dərman və sosial şəbəkələrdə satılan tibbi alətlərdən istifadə isə ciddi fəsadlara səbəb ola bilər.